Bu müştərilərdə təzə tema çıxıb. Hardasa bir 8 il bundan qabaq belə söhbətlər yox idi. Bəlkə də var idi, çox az idi. Bütün ustalar bundan qarşılaşıb. Deyir ki, məsəl üçün iş verir. Deyir ki, qardaş, bu işi gör, mənim hələ çoxlu pirilam var və yaxud nə bilim çoxlu işim var. Sənə verəcəm, amma bunu mənə ucuz elə. Elə bilirlər ki, yəni çox olanda, işin çox olanda, yarısını biz görürük, yarısı öz-özünə həll olunur. Yəni çoxun da çox işi var, azın da az işi var. Yəni biz onu kvadrat metrəsinə və yaxud metrəyə elə belə qiymət deyiriksə, çox olanda yəni elə qiymət aşağı istəyirlər ki, paştişda gəlir hardasa bir 30% aşağısında qiymət istəyirlər. Yenə 5-10% olsa dərd yəni, 30%. Məsəl üçün normalda kvadratına məsələn deyirəm 100 manatdırsa, deyir metrəsi çoxdur da, gəl bunu 70-ə yığ. Yəni biz elə bilirlər ki, o 100 manatdan bir 50-sini qoyuruq cibimizə. Elə deyil. Yəni o 100 manatdırsa, biz 50-sini qoyaq. Normalda 50-sini qoymalıyıq, düzdür. Yəni material neçə alırsansa o qiymətdə biz işimizi görməliyik. Amma bugünkü gündə elə deyil. Bugünkü gündə mən 1500 manata qapı götürürəmsə, mənə gəlib çatanı 400 manatdır. 400, indi 50 yuxarı ola bilər, 50 aşağı ola bilər, amma indi deyir ki, 400 manat nə boyda puldur, kimsə ona aya qazanır. İndi kimsə aya qazanır, onun bildiyi bir şey yoxdur, öyrənməyib. Biz çəkdiyimiz zərəri çəkmir. Yəni o svarkanın tüstüsünü udmur və ona görə o aya 400 manat qazanır. Gedir oturur, indi hansısa mən kimisə eyib eləmək istəmirəm, amma kimsə mağazində kondisionerin altında oturub, mən isə isti dəmir tozun içində otururam və mən ayıma nəinki 400, burada 800 manata da işləmərəm. Məsələn deyirəm. Mən o qapını bir həftəyə təhvil verirəmsə, bir həftə 10 gün. Yəni o 400 manat məncə elə də çox böyük pul deyil, çünki orada risk də var. Yəni qapıda nəsə çəpi olsa, qapıda nəsə problem olsa, sən onu qaytararsan, o qalacaq mənim boynumda. Həmin o 400 manata görə mənim 110 1100 manatım zərərdədir. Yəni haçan satacağam, necə satacağam, necə satacağam bəlli deyil. Ona görə bir də o işim çox olacaq deyə bunu mən ucuz gör, elə bir söhbət. Elə müştərilərə adətən çalışıram, özümdən uzaqlaşdırım. Yəni sən bunu gör, o bilsin, sonra hamısı sənin olacaq. Heç lazım deyil hamısı mənim. Sən elə bunun pulunu ver. Adətən də belə də olur ha. Yəni bunu ucuz gördürürlər, o birisi işi də heç vermirlər. Yəni bu sınanmış bir şeydir.